Peyğəmbər dünyasını dəyişəndə Qurani-Kərimi əzbər bilən cəmi 4 səhabə var idi və onlardan da ikisi sonradan dindən çıxır və bu da Qurani-Kərimin dəyişdirildiyini göstərir. Bu iddianı səsləndirən bir Türkiyəli ateistdir və baxaq görək iddiası düzdürmü? Xoş gördük dostlar. Bugün Türkiyəli, daha doğrusu Alban əsilli Türkiyəli ateist Diamond temanın Qurani-Kərim haqqında sayıqlamalarına cavab verəcəyik və istəyirəm videonu birlikdə izləyək və iddia elədiyi arqumentlərin hər birinə bir nəzər yetirək. Gəlin başlayaq. Birçok hadis var. İnandığınız sahih, kuvvetli hadisler. Bizzat Kur'an'ın değiştirildiğini söyleyen veya değiştirilmeye çalışıldığını iddia eden. Baxın, əvvəlcə Diamond tema deyir ki, bir çox səhih hədis var ki, güvənilən hədis var ki, Qurani-Kərimin dəyişdirildiyini və ya dəyişdirilməsinə cəhd olunduğunu iddia eləyir. Yəni bu hədislər. Əvvəla qeyd edeyim ki, bu elə ilk başdan dediyi cümlə tamamilə yanlışdır, yalandır. Niyə görə? Çünki istər Şiə firqəsi, istər Əhlüsünnə firqəsi heç biri Quranın dəyişdirilməsinə dair olan hədislərin səhih olduğu qənaətində deyil. Çünki bu cür hədislərin hər birində müəyyən problemlər var, ravilərində ciddi problemlər var ya da ki, hədis düzgün başa düşülmür. Yəni, hədis əslində başqa şey qəsd eləyir. Bəzi insanlar isə burada Quranın dəyişdirildiyi məsələsini başa düşürlər. Yəni, burada Quranın dəyişdirildiyinə dair nə səhih hədis var, ümumiyyətlə istər Şiə, istər Sünni hədis külliyyatlarında, nə də ki, belə deyim, buna iman eləyən bir toplum var. İstər Şiə, istər Sünni, yəni buna heç kim iman eləmir ki, Qurani-Kərim dəyişdirilib və bu cürdə hədislər yoxdur. Yəni, başlayan kimi birinci yalanla başlayır. Keçək indi ikinci, ən önəmli, can alıcı məsələyə. Mesela Buhari'ye bak, en güvendiğiniz kaynak değil mi? Ne diyor adam? Peygamber öldüğünde Kur'an'ı ezberlemiş olanların sayısı 4'tü. Bu 4 kişiden 2 kişi dinden çıkmış, biliyor musun? Adamlar mürted olmuş. Bir kişiyi korkutup bir daha Müslüman yapmışlar. Öteki ise bir daha iman etmemiş. Dolayısıyla öyle yüzlerce hafız falan da yokmuş zaten. Ne kadar korunmuş olabilir? Baxın, burada deyir ki, Diamond tema, Əhl-i Sünnənin hədis külliyyatlarından biri olan, yəni Kutub-i Sittə 6 əsas hədis külliyyatından biri olan Buxaridən dəlil gətirir və deyir ki, Buxaridə keçən bir hədisə görə Peyğəmbər öldüyü zamanı Qurani-Kərimi əzbərləmiş sadəcə 4 nəfər var idi və onlardan ikisi də mürtəd olmuşdu. Birini zorla döyə-döyə dinə gətiriblər, biri isə ümumiyyətlə dinə qayıtmır və bu cürdə dünyadan köçür. Yəni mürtəd kimi də həyatını yaşayır və ölür. İndi burada çox ciddi yalanlar danışıb adam və çox təəssüflər olsun ki, bunu izləyən insanlar da bu adamın dediklərini ümumiyyətlə araşdırmırlar. Yəni bir növ sanki Allah kimi yanaşırlar bu adama bir çox ateistlər və heç baxmırlar ki, bu adam düz deyirmi, səhv deyirmi, yəni dediyi nə qədər reallığı əks elətdirir. İndi gəlin Diamond temanın Buxaridən verdiyi hədisə baxaq. Mən əvvəlcə qeyd edim ki, bilənlər bilirlər, mən Şiə firqəsinə mənsubam. Amma yenə də heç bir Şiə qaynağına girmədən, sadəcə bu adamın iddia elədiyi Əhl-i Sünnə qaynaqları ilə bu adamın iddiasının nə qədər yalan olduğunu göstərək. Yəni, çünki bu iftiranı Əhl-i Sünnəyə atır və elə Əhl-i Sünnənin öz qaynaqları ilə bu məsələni çürütmək çox rahatdır. Yəni, kəsə yoldan, rahat yoldan girmək istəmirəm ki, mən Şiəyəm, mən Buxarini qəbul eləmirəm, bitdi. Yəni, Buxari nə deyir desin, bu cür deyil, yox. Onsuz da yalan danışır, Buxarinin adından da yalan danışır adam. İndi gəlin Buxaridə nəql olunan hədislərə bir baxaq görək burada nə qəsd edilir. Mən 4 hədis tapdım Buxaridən bu mövzu ilə bağlı, yəni Qurani-Kərimi əzbər bilənlərlə bağlı. İstəyənlər də onlayn Buxari var onlayn formada. İstənilən adam girib bu hədislərə baxa bilər. 9-cu hədisdə qeyd olunur ki, deməli bu hədisi nəql eləyən Abdullah İbn Əmrdir. Və belə deyim, Abdullah İbn Məsudu qeyd eləyərək deyir Abdullah İbn Əmir. Deyir, mən həmişə Abdullah İbn Məsudu sevəcəm. Çünki Peyğəmbərdən, Allahın salamı olsun ona, eşitdim ki, Quranı bu 4 nəfərdən öyrənin. Bunlar da Abdullah İbn Məsud, Salim, Muaz və Ubey İbn Kəbdir. Yəni 4 nəfərdən öyrənin deyir. Bunlar da Abdullah İbn Məsud, Səlim, Muaz və Ubey İbn Kəb.
Burada Abdullah İbn Əmir, Abdullah İbn Məsud olan sevgisindən bəhs eləyir və deyir ki, Peyğəmbər bizə dedi ki, bu 4 nəfərdən öyrənin. Ardınca keçirik digər bir hədisdə. Deməli bu hədis gəlir Qatadədən. Qatadə qeyd eləyir ki, burada mən Ənəs İbn Malikdən soruşdum. Peyğəmbər dövründə Quranı kimlər topladı? Yəni Peyğəmbər sağ olduğu zaman Quranı toplayan şəxslər kimlər idi? Və deməli Ənəs İbn Məlik cavab verir. Deyir ki, 4 nəfər idi, hamısı da ənsardan idi. Bunlar Ubey İbn Kəb, Muaz İbn Cəbəl, Zeyd bin Sabit və Əbu Zeyddir. 4 nəfər topladı deyir Peyğəmbər sağ olduğu zamanda. Və digər bir hədisi də qeyd eləyim. Quranın fəzilətləri babındadır Buxarinin həmin bu hədislər. Növbəti hədis isə budur. Çox güman ki, Diamond Temanın qeyd elədiyi hədis böyük ehtimalla budur. Mən o barədə olan hədislərin üçünü də toplamağa çalışdım. Amma çox güman qəsd elədiyi budur Diamond Temanın. Hədis bu cürdür. Deməli hədis gəlir Ənəs bin Malikdən. Deyir ki, Peyğəmbər vəfat edəndə Quranı yalnız 4 nəfər toplamışdı. Bunlar da Əbu Ət-Dərda, Muaz İbn Cəbəl, Zeyd bin Sabit və Əbu Zeyd idi. Sadəcə 4 nəfər toplamışdı. İndi çox maraqlısı budur ki, ümumiyyətlə bu hədislərdə Qurani-Kərimi əzbər bilən 4 nəfər var idi, qəsd olunmur. Quranı toplamışdı, qəsd olunur. Burada iki cür də başa düşülə bilər. Ya Qurani-Kərimi tamamilə əzbər bilən, ya da ki, Qurani-Kərimi yazılı olaraq bir yerə toplayan adamlardır. Amma böyük ehtimalla elə burada tamamilə əzbərləyən adamlardan qəsd olunur. Amma bu burada qəsd olunan hədisdə başa düşülən bu deyil ki, sadəcə və sadəcə 4 nəfər var idi. Burada alimlər iki izah verirlər. Deyirlər ki, burada qəsd olunan ya budur ki, burada Ənəs İbn Məlikin tanıdığı adamlar bunlar idi. Yəni 4 nəfəri tanıyırdı sadəcə və o 4 nəfərin adını deyir Quran əzbər bilənlərdən və bir ehtimal da budur ki, Qurani-Kərimi bütövlükdə əzbər bilən 4 nəfər var idi. Burada da niyə görə bunların sayı 4 nəfər idi? Çünki Peyğəmbərin son dönəmlərində artıq bəzi ayələr gəlmişdi ki, ola bilərdi ki, bunu kimlərsə çatdırıb əzbərləyə bilməzdi bu son dönəmlərində olan ayələr və Peyğəmbər vəfat edəndə son ayələr ki var idi, bəzi gələn ayələr, ola bilərdi ki, bunları bilməzdilər bu digər şəxslər. Bu 4 nəfər bunun hamısını əzbər bilərdi. Amma yenə də hər tərəfdən də baxsaq, hədisdə çox ciddi problem hədisdə deyil. Yəni Diamond Temanın başa düşdüyündə çox ciddi problem var. Yəni heç də Qurani-Kərimi Peyğəmbər vəfat elədiyi zaman əzbər bilən 4 nəfər yox idi. Bunu bütün tarixi qaynaqlarla bir-bir indi sizin qarşınıza qoyacağıq. Diamond Temanı sevən insanlar da ümid eləyirəm ki, artıq bir növ araşdırma bacarığı qazanarlar və Diamond Temanın iddialarını araşdırarlar. Əvvəlcə biz başlayaq ki, Qurani-Kərimi əzbərləmə məsələsi hardan başlamışdır? Qurani-Kərimi əzbərləmə məsələsi Peyğəmbər, Allahın salamı olsun ona, Məkkədən Mədinəyə hicrət elədikdən sonra artıq oradakı Məscid-ül Nəbəviyyəni inşa eləyirlər, məscidi inşa eləyirlər və bundan sonra məscidin bir hissəsində bir dənə məkan düzəldir Peyğəmbər. Bu məkan da necə idi? Hər tərəfi açıq bir məkan idi. Üstü isə xurma ağaclarının yarpaqları ilə örtülmüşdü. Yəni kölgəlik bir məkan idi və burada səhabələrə, amma hansı səhabələrə? Kasıb olan, işi gücü olmayan, bir ticarətlə məşğul olmayan və s. yəni bir işi olmayan səhabələrə burada tədris olunurdu. Dərs keçilirdi burada və Qurani-Kərim öyrədilirdi oradakı səhabələrə və bu insanlara da deyirlər Əshab-ı Suffə və yaxud Əhl-i Suffə, yəni Suffə əhli. Suffə də nə deməkdir ərəb dilində? Suffə kölgəlik deməkdir. Yəni Əshab-ı Suffə kölgəlik dostları və yaxud Əhl-i Suffə kölgəlik əhli. Burada niyə kölgəlik dedilər? O xurma yarpaqları ilə örtüldüyünə görə, bir kölgəlik ərazi olduğuna görə bura bu cür ad verilmişdi. Əhl-i Suffə. Yəni burada dərs alan gənclərə, səhabələrə Əhl-i Suffə və yaxud Əshab-ı Suffə deyirlər. Burada da
tədris alan, yəni dərs alan şəxslərin sayı yetəri qədər çox idi. Bəzi rəvayətlərə görə bunların sayı 70 və ya 400 arası dəyişirdi və hətta Qətədədən gələn bir hədisə görə, Qətədədən gələn rəvayət olunan bir hədisə görə, burada dərs alan səhabələrin sayı hətta 900-ə qədər idi. Yəni 900 nəfər dərs alırdı orada Peyğəmbərdən və Qurani-Kərimi bunlar əzbərləyirdilər. Və buradan biz başa düşdük ki, artıq Peyğəmbər dövründə ən azı lap 900-ü qoyaq qırağa, deyək ki, qəbul eləməyəcəklər 900-ü, 70 və ya 400 arası qəsd eləyək. Lap deyək 150 nəfər, 200 nəfər, orta bir ədəd götürək. 200 ədəd burada dərs alırdı. Yəni yetəri qədər artıq Peyğəmbər dövründə Qurani-Kərimi əzbərləyən şəxslər var idi. Bu Əhl-i Suffənin əsas işi nə idi? Nə ilə məşğul olurdular? Bu Əhl-i Suffədən çıxan səhabələr, dərs alan səhabələr artıq ətraf regionlara yayılır və orada yenidən dərs verirdilər. Yəni təsəvvür eləyin, burdan 200 hafiz çıxıbsa, burada da əsas iş Qurani-Kərimə öyrətmək idi, əzbər etmək idi. Yəni hafiz idilər onlar. Və təsəvvür eləyin, burdan 200 nəfər hafiz çıxıbsa, bunların hərəsi bir regiona bölünüb, hərəsi bir 100 nəfərə dərs keçsə və hafiz eləsə, buradakı say inanılmaz dərəcədə böyük olur. Və bundan əlavə, məsələn, Maunə quyusu hadisəsi var. Maunə quyusu və yaxud Birri Maunə deyirlər bu hadisəyə tarixdə. Maunə quyusu hadisəsi nədir? Peyğəmbər Nəcid bölgəsinə həmin bu Suffə əhli ki var, burdan hafiz olmuş şəxsləri Nəcid bölgəsinə göndərir ki, orada 40 nəfər səhabə, yəni hafizi Quran, Quran hafizi, Quranı əzbər bilən şəxs, 40 nəfər orada insanlara İslamı öyrətsin, hafizliyi öyrətsin və s. Və burada nə baş verir? Həmin Nəcid bölgəsində, Mauna quyusunun ətrafında Nəcid bölgəsindən bir qrup şəxs buna qarşı çıxır və Peyğəmbərin 40 səhabəsini, 40 hafizi Qur'anını orada qətl eləyir. Və bu hadisədən sonra, yəni şəhid olurlar orada 40 nəfər hafizi Quran və bu hadisədən sonra artıq Peyğəmbər hafizlik məsələsinə daha da ciddi nəzər salır, daha da ciddi diqqət göstərir və bundan sonra artıq hafizlik məsələsi daha da geniş miqyaslı bir məşğuliyyət sahəsinə çevrilir və insanlarla daha çox məşğul olurlar hafizlik sahəsində. Və indi Daima Tema deyir ki, Peyğəmbər öldüyü zaman, dünyadan köçdüyü zaman Qurani-Kərimi əzbər bilən sadəcə 4 nəfər var idi və Buxaridən gətirdiyi hədisdə yanlış anlayıb. Çünki alimlərin heç biri buna bu cür məna vermirlər ki, Peyğəmbər dünyasını dəyişdiyi zaman sadəcə 4 səhabə var idi Qurani-Kərimi əzbər bilən. Sadəcə biz məsələn Əhl-i Suffə məsələsinə baxdığımız zaman və yaxud bir Maunə hadisəsinə baxdığımız zaman görürük ki, təkcə Peyğəmbərin elə bir bölgəyə göndərdiyi səhabə sayı 40 nəfər idi. Yəni hafiz-i Quran sayı. Və bu onu göstərir ki, həmin dövrdə nə qədər hafiz-i Quran var idi ki, məsələn, bir bölgəyə 40 nəfərin göndərə bilirdi Peyğəmbər. Yəni, bunlar əgər az olsaydılar, məsələn, 5 nəfər olsaydılar, bunu bizə ağıl deyir. Peyğəmbər onları nə bir döyüşə göndərərdi, nə bir yerə göndərərdi tək başına. Bu mümkün deyildi. Amma Peyğəmbər əgər bir yerə 40 nəfər göndərirsə, deməli, bunların sayı çoxdur. Və indi ən önəmli məsələ, bu məsələnin ən dəqiq tərəfidir ki, yəni Daima Tema yalan danışır. Peyğəmbər öldüyü zaman 4 səhabə yox idi. Ən önəmli məsələ Yəmamə döyüşüdür. Yəmamə döyüşü deməli Museylimə adında bir yalançı peyğəmbərlə Əbu Bəkr, birinci xəlifə Əbu Bəkrin orduları arasında olan bir döyüşdür, Yəmamə döyüşü. Və bu döyüş Peyğəmbərin vəfatından çox qısa zaman sonra baş verir. Yəni Peyğəmbərin vəfatından çox qısa zaman sonra Yəmamə döyüşü baş verir. Və Yəmamə döyüşündə Museylimənin ordusundan 20 mindən çox adam öldürülür və Əbu Bəkrin ordusundan isə 2200 müsəlman şəhid olur. 2200 müsəlman. Və bunların bəzi rəvayətlərdə 70 keçir, bəzi rəvayətlərdə isə 700 keçir. Bunların, lap götürək 700-ü qoyduq qırağa, azın götürək. Bunların 70-i, 700-ü qoydum qırağa, yenə də var ha, 700 var amma qoydum qırağa.
Bunların 70'i Hafiz-i Quran idi. Yəni 2200 şəhid olan səhabənin hələ 70'i Hafiz-i Quran idi və biz bunu görürük ki, peyğəmbər dövründə artıq peyğəmbər vəfat eləyəndə nə qədər Hafiz-i Quran var idi ki, artıq bunların hələ 70'i bir döyüşdə şəhid olur. Yəni Yəmamə döyüşündə şəhid olur və Yəmamə döyüşündən sonra artıq Qurani-Kərimin kitab halına salınması bir növ önəmli bir missiyaya çevrilir və artıq kitab halına salırlar. Və burada kitab halına salınmaq deyəndə bəzi dostlar yanlış anlaya bilər. Yəni yazılmaq xeyr, yazılmaq deyil bu. Qurani-Kərim peyğəmbər dövründə tamamilə yazılmışdı. Tamamilə yazılmışdı. Amma bu yazılar bir kitab halında değildi. Yəni bir yerdə değildi. Fərqli-fərqli birinin evində məsələn tutalım ki, bir surə var idi, başqasında 5 surə var idi. Yəni bu cür bölünmüşdü. Yəni ola bilərdi ki, eyni surə məsələn 5 fərqli adamın evində var idi. Yəni bu cür idi, amma faktiki bir yerə toplanmış halda yox idi. Və bu da sadəcə o yazılı dediyimiz o bəzi yarpaqlar. Yəni bu şeyləri çox saymıram. Nəyin üzərinə yazılmışdı? Bu detallara çox girmirəm. Burada dəri var idi, yarpaq var idi və sair şeylər var idi. Bu cür var idi və bir də Hafiz-i Quranlar var idi. Quranı əzbərləyən insanlar və niyə görə artıq Yəmamə döyüşündən sonra Qurani-Kərimin kitab halına salınması bir məcburiyyət halına keçdi. Çünki artıq müsəlmanlar gördülər ki, Hafiz-i Quranlar döyüşlərə girirlər, yəni müharibələrə girirlər, döyüşürlər, cihad eləyirlər və artıq hər döyüş Hafiz-i Quranların sayının azalması mənasına gəlir. Və bununla yanaşı Hafiz-i Quranlardan da əlavə Qurani-Kərim ki, peyğəmbər dövründə yazılmışdı. Bunun yazılma halına şahidlik eləyən şəxslər var idi. Məsələn, bunlara da deyirik katiblər, hafizlər və katiblər. Bir qrup insan yazırdı bunu, vəhiy katibləri və bir qrup insan da əzbərləyirdi. Və gördülər ki, bu yazanlar da, bu əzbərləyənlər də və bu yazılma prosesinə şahidlik eləyən şəxslər də zamanla dünyadan köçürlər. Və artıq bu cür bir təhlükə çıxırdı ki, ortaya sabah bir insan evindən bir dərini və ya bir yarpağı gətirib müsəlmanların qarşısına qoysa ki, bu peyğəmbərin ayəsidir, burada artıq ciddi problemlər, ciddi fikir ayrılıqları ortaya çıxacaqdı. Ona görə də artıq məcburiyyət yarandı ki, Qurani-Kərimi kitab halına salsınlar və bir yerə toplasınlar. Burdan artıq mən yenə də deyirəm, Əhl-i Suffə, Bir Maunə hadisəsi və Yəmamə döyüşündən biz görürük ki, qətiyyən və qətiyyən peyğəmbərin dövründə və ya peyğəmbər vəfat elədiyi dövrdə heç də Qurani-Kərimi əzbər bilən 4 nəfər yox idi. Bunların sayı yetəri qədər çox idi. Sadəcə olaraq hədisdə qeyd olunan odur ki, hədisi nəql eləyən ravinin ya ola bilər tanıdığı olsun, ya ola bilər qəsd elədiyi bu olsun ki, Qurani-Kərimi tamamilə bilən, ya və yaxud başqa alimlər qəsd edirlər ki, burada dediyi odur ki, Qurani-Kərimi təfsiri ilə birlikdə bilən 4 nəfər var idi. Yəni müxtəlif izahlar verilir, amma bütün hadisələr bizə göstərir ki, 4 dənə Quranı əzbər bilən səhabənin olması mümkün deyil peyğəmbərin dövründə və daimən tema ardınca nədir? Deyir ki, bu 4 səhabənin ikisi də dindən çıxır, birini döyə-döyə zorla dinə qaytarırlar, biri isə elə mürtəd kimi, dindən çıxmış şəxs kimi həyatını yaşayır və ölür. Bu çox maraqlıdır ki, bunu Diamond Tema hardan çıxardıb? Doğrudan çox maraqlıdır. Mən nə qədər axtardım, mən bu günə qədər belə bir şeyə rast gəlməmişəm ki, yəni 4 hafiz var idi və ikisi dindən çıxır. Belə bir məlumat yoxdur ümumiyyətlə. Və bu videodan sonra hətta bir axtarmaq qərarına gəldim ki, ola bilər insanam da gözümdən qaçıb, bəlkə hardasa var. Nə qədər axtardımsa bu cür bir şeyi tapa bilmədim. Yəni bu belə bir hadisə ümumiyyətlə nə bir hədisdə keçir, nə bir tarixi sənəddə keçir ki, bu 4 nəfərdən ikisi dünyadan köçdü və mən burada adı keçən səhabələr ki var, o daima tema deyirəm, Quranı bilən sadəcə 4 nəfər var idi. Fərqli-fərqli o 4 nəfər hədislərində ümumi 6 nəfərin adı keçir, ümumi 6 nəfərin adı keçir və bu 6 nəfərin yenə də girdim, həyatını araşdırdım ki, bəlkə bu adamlardan biri dindən çıxıb xəbərimiz yoxdur, bu da yoxdur. İndi gəlin bu 6 nəfərə nəzər yetirək. Deməli, burada qeyd olunanlardan biri Səlim Əbu Huzeyfədir. Səlim Əbu Huzeyfə dindən çıxmır, qətiyyən və qətiyyən mürtəd olmur və 632-ci ildə, yəni Peyğəmbərin vəfatından dərhal sonra baş verən Yəmamə döyüşündə şəhid olan səhabələrdən biri məhz Səlim Əbu Huzeyfədir. Yəni bu adam dindən çıxmır.
Bunu qoyduq qırağa. İkincisi, Abdullah İbn Məsud. Abdullah İbn Məsud onsuz da çox məşhur səhabələrdən biridir və peyğəmbərdən sonra da müxtəlif ərazilərdə qazilik vəzifəsini yerinə yetirib və müsəlman kimi də dünyadan köçüb dindən çıxmayıb. Yəni bunu da qoyduq qırağa. Dalıyca gəlir Muaz İbn Cəbəl. Muaz İbn Cəbəl də peyğəmbərdən sonra dindən çıxmır və müxtəlif vəzifələrə adanır və sonra Suriyada ərazisində artıq öz vəzifəsini həyata keçirərkən vəba xəstəliyindən dünyasını dəyişir. Sonra gəlir Ubey ibn Kəb. Ubey ibn Kəb də çox məşhur səhabələrdən biridir və qətiyyən dindən çıxmayıb. Peyğəmbərdən sonra artıq xilafət dövründə müxtəlif vəzifələrdə çalışmış bir adamdır. Daha sonra gəlir Zeyd bin Sabit. Zeyd bin Sabit də çox məşhur və Qurani-Kərimin toplanmasında şəxsən iştirak eləmiş şəxslərdən biridir və o da peyğəmbərin vəfatından sonra müxtəlif vəzifələrdə çalışır və müsəlman kimi dünyasını dəyişir və sonra gəlir Əbu Ət-Dərda. Əbu Ət-Dərda da peyğəmbərdən sonra müxtəlif ərazilərdə qazi vəzifəsini yerinə yetirir və müsəlman kimi də dünyadan keçir. Burada sadəcə Əbu Zeyd var ki, Əbu Zeydin kim olması biraz müzakirə mövzusudur. Tam dəqiq deyil, müxtəlif versiyalar var ki, Əbu Zeyd deyilən şəxs bu ola bilər və o versiyaların da hamısına baxdım. O versiyalarda olan şəxslərin də heç biri dindən çıxmayıb. Yəni hədisdə qeyd olunan müxtəlif 3 hədis saydım və bu 3 hədisdən 6 və Əbu Zeydlə bir yerdə 7 nəfərin adı çıxır ki, bunların heç biri dindən çıxmayıb və Diamond Tema böyük ehtimalla bunu uydurub insanları aldatmaq üçün. Və bunun mənbəsində mən inanmıram ki, kimsə hardansa tapsın ki, belə bir hadisə baş verib ki, Quran hafizlərinin bir çoxu dindən çıxıblar, mürtəd olublar və s. Yəni bu yalandır. Deməli videoya başlayanda bir yalan uydurur. Qurani-Kərimin dəyişdirilməsinə dair səhih hədisləri var və bu yalanını möhkəmləndirmək üçün növbəti yalanları uydurur və hətta elə bir yerə gəlib çıxır ki, heç bir yəni əllə tutulacaq heç bir dəlil olmayan bir fikir səsləndirir ki, Quranı əzbər bilən 4 nəfərdən ikisi dindən çıxmışdı. Bunun heç bir əsası yoxdur. İndi gəlin ardına baxaq görək ardınca nə deyir. Hatta bu hafızlar da öldüğünden ve yeni hafızlar hemen yetişmediğinden birçok kişiden böyle emin olmadan bazı ayetleri almak zorunda kalmışlar. Mesela Tevbe suresi 128 ve 129 böyle. Baxın, deyir ki, yalanlar ard-arda gəlir. Yəni bir yalanı uydurur, Qurani-Kərimin dəyişdirilməsinə dair faktlar var və bu yalanı isbatlamaq üçün başlayır yeni yalanlar uydurmağa. Bunun birinci yalanı ki, bu iddiasını əsaslandırsın, bu idi ki, Qurani-Kərim əzbər bilən sadəcə 4 nəfər var idi və ikisi mürtəd idi. Bunu qoyduq qırağa. Mən düşünürəm ki, yetəri qədər detallı cavab verdim. Bunu istəyən insanlar da araşdıra bilər. İstər Əhl-i Suffə məsələsini, istər Bir Maunə hadisəsini, istər Yamamə döyüşünü, yəni istənilən tarixi mənbədən araşdıra bilərsiniz. Bax, mən dönə-dönə deyirəm. Mən Diamond Tema kimi davranmıram. Demirəm məni araşdırmayın. Gedin ağzımdan çıxan hər bir sözü, hər bir dediyim şeyi araşdırın. Görün düz deyirəm yoxsa yox. İndi növbəti məsələ, növbəti yalanına gəlir. Adam deyir ki, hafiz-i Quranlar olmadığına görə Qurani-Kərim toplananda istənilən bir insandan bildilər, bilmədilər götürüb ayə əlavə eləyiblər. Bu böyük yalandır. Yəni belə bir şey ümumiyyətlə olmayıb. Qurani-Kərimin toplanma hadisəsini az-çox oxuyan bir adam, böyük ehtimalla Diamond Tema bunu oxumayıb, nə də digər tarixi hadisələri nəzərə yetirməyib. Oxuyan adam bilər ki, Qurani-Kərimin toplanmasına çox ciddi formada yanaşıblar və o qədər detallı yerlərə gedib çıxıblar ki, və burada yəni o məsələdə xətanın olma ehtimalı çox aşağıdır. Və indi burada Tövbə surəsi 128 və 129-cu ayələri dəlil gətirir. Deyir ki, baxın, məsələn, 128 və 129-cu ayələr Tövbə surəsini. Bunlardan biridir ki, elə dəlil olmadan kimsə gəlib deyib bunu götürüblər. Belə deyil, əziz dostlar. Yəni, Tövbə 128 və 129 qətiyyən bu cür deyil. Tövbə surəsi 128-129-cu ayələrdə olan məsələ nədir? Deməli, Qurani-Kərim toplananda hafizlər və katiblər toplanırlar bir yerə. Yadında, əzbərində olanlar Quranı əzbərdən deyirlər və katiblər də Qurani-Kərimi yazılı formada qeyd edənlər də həmin yazılı Quranları gətirirlər Quranın toplanma yeri ki var, orada artıq bu prosesə başlayırlar və yazılı olan
O ayələri, surələri də gətirirlər. Burada ortaya çıxan məsələ nədir? Burada ortaya çıxan məsələ odur ki, bütün surələrin, elə surə var idi ki, 2 nüsxəsi var idi. Məsələn, filankəsin evində bir nüsxəsi var idi, bəsmənkəsin evində bir nüsxəsi var idi. Və yaxud elə surələr var ki, bir nüsxəsi var idi, amma bu surənin peyğəmbər tərəfindən toplanmasına dair 5 dənə, 10 dənə şahid var idi. Yəni 10 nəfər gəlib deyir ki, bəli, mən özüm görmüşəm ki, bunu peyğəmbər yazdırıb şəxsən. Yəni bu peyğəmbərin yazdırdığıdır, bu dəqiqdir. Və Qurani-Kərim toplananda da bir şərt qoyurlar ki, ən azı minimum bir surənin yazılı formada gətirilən bir surənin həqiqətən Quran surəsi olmasını təsdiqləmək üçün 2 şahid lazımdır. Yəni 2 nəfər, ayrı-ayrı 2 nəfər gəlib təsdiqləməlidir ki, bu peyğəmbər yazdırıb, bunu görmüşük. 2-dən çox idi ha şahidlər. Yəni burada 2-yə erişib qalmayın. Sadəcə olaraq minimum şahid 2 idi. Və Tövbə surəsi 128 və 129-cu ayələrdə ortaya çıxan problem nə idi? Deməli, bu ayələri Huzeyma Əl-Ənsari gətirir həmin o Quranı toplama komissiyasının yanına. Və Huzeymə bunu təqdim eləyəndə deyir ki, bu 2 ayə peyğəmbər tərəfindən yazılıb, buna əminəm. Amma bunun məndən başqa şahidi yoxdur. Yəni bir dənə mən bunu görmüşəm də peyğəmbər yazdanda. Bunun şahidi olmamasının səbəbi nə idi? Çünki o prosesə qədər artıq bir çox döyüşlər baş vermişdi və həm katiblərdən, həm hafizlərdən dünyasını dəyişənlər olmuşdu və mümkündür ki, lap katib olmasın. Bu hadisə baş verəndə həmin hadisənin şahidləri artıq müharibələrdə şəhid olmuşlar və yaxud müxtəlif səbəblərdən dünyasını dəyişmişdilər. Ona görə də bu 2 ayənin Huzeymədən başqa şahidi yox idi. Yəni Huzeymə deyir ki, bəli, bunu peyğəmbər şəxsən yazdırıb mənə. Amma bunun başqa şahidi yoxdur. Yəni dünyasını dəyişib digər şahidlər də yoxdur. Və bu hədisi, bu iki ayəni Quran ayəsi kimi Qurana əlavə eləyirlər və səbəb də odur ki, həqiqətən də həmin dövrdə Huzeymə düz danışan, doğru danışan bir şəxs kimi tanınırdı. Peyğəmbər onun haqqında şəxsən ciddi təriflər vermişdi, tərifə layiq sözlər demişdi və insanlar hamısı Huzeyməni peyğəmbərə həddən ziyadə yaxın, peyğəmbərə sadiq və doğru danışan insan kimi tanıyırdılar və məhz bunu gətirən şəxsin Huzeymə Əl-Ənsari olmasından dolayı, yəni düz danışan insan olmasından dolayı bu 2 surə Qurani-Kərimə əlavə olunur. Amma bu yazılı formadadır. Yazılı formadadır və bu 2 ayəni mütləq ki, əzbərdən bilən şəxslər var idi. Sadəcə olaraq Qurani-Kərim toplandığı zaman əzbərdən daha çox yazıya önəm verirdilər ki, yəni yazılı nüsxələr olsun. Əzbər ola bilər ki, kiminsə yaddaşında problem olsun, nəyisə unutsun. Yazılı daha önəmlidir. Ona görə məhz Tövbə 128 və 129-cu ayələrdə ortaya çıxan problem budur və burada da artıq həm Huzeymənin belə deyək, reputasiyasının olması, peyğəmbərin onu tərifləməsi, peyğəmbərə olan yaxınlığından dolayı və həm də böyük ehtimalla hafizlər bu ayələrin yadlarında olduqlarını iddia eləyirlər. Ona görə də həmin 2 ayə Qurani-Kərimə əlavə olunur. Yəni burada yenə də detallı yanaşıblar. Komissiya məsələyə detallı yanaşıb və heç də Diamond Temanın dediyi kimi deyil ki, yəni artıq hafizlər dünyadan köçmüşdülər. Ona görə də artıq istənilən bir insandan araşdırmadan, eləmədən istənilən ayəni götürürdülər. Qətiyyən və qətiyyən belə bir şey yoxdur. İstədim dostlar, bu məsələ haqqında sizlərə məlumat verim. Yəni o bir məşhur misal var. Deyirlər, dəli bir dənə quyuya daş atdı. 50 dənə, 100 dənə ağıllı yığışdı, onu çıxarda bilmədi. İndi adamın 30 saniyəlik videosuna həqiqətən cavab vermək üçün biz məcbur qalırıq ki, nə qədərdir? Təxminən yarım saat, təxminən 30 dəqiqə video çəkək və cavab verək. Çünki adam bir dənə yalan atır ortaya. Bir dənə cümlədir də, dedi getdi. Peyğəmbər vəfat elədiyi zaman 4 hafiz var idi, onlardan da ikisi mürtəd olmuşdu. Hə, indi Quranın qorunduğuna biz necə inanaq? Təsəvvür eləyin, adam 30 saniyəlik fikir səsləndirir, bir dənə yalan atır ortaya. Və biz bunun yalan olduğunu göstərmək üçün 30 dəqiqəlik bir video çəkirik və bu 30 dəqiqəlik videonu çəkmək üçün də bəlkə 2 gün araşdırma eləyirik, 3 gün araşdırma eləyirik. Bütün detallara gedib giririk ki, görək burada bəlkə adamın dediyi hardasa var. Məsələn, adam deyir ki, mürtəd oldular, bəlkə hardasa keçir.
Bunu axtarmaq üçün, ələk-vələk eləmək üçün hardasa bizə bəlkə 2 gün vaxt lazımdır ki, ümid eləyirəm ki, mən bir gün Diamond Temanın öz tərəfdarlarında da, bir araşdırma zehniyyəti formalaşacaq və artıq, kiminsə ağzından çıxan sözləri, belə deyək, araşdırma zehniyyəti ilə yanaşaraq qəbul eləyəcəklər. Yəni artıq bu fikri, bu cümləni analiz eləyərək, axtararaq, araşdıraraq ya qəbul eləyəcəklər, ya da inkar eləyəcəklər. Dostlar, ümid eləyirəm sizlər üçün tam anlaşılan bir video çəkdim və bacardığım qədər bütün detallara getdim, girdim ki, yəni bu fikirdə hansı xətalar var, bu fikri dəstəkləyən hansı faktlar var. Çalışdım ki, bunları sizlər üçün ortaya qoyum. Özünüzə yaxşı baxın. İnşallah gələn videolarda görüşərik.